Bugün Azərbaycan sərhəd mühafizəsinin yaradılmasının 107-ci il dönümüdür. Azərbaycan Xalq Cümhuriyyətinin dövründə 1919-cu ildə Milli Hökumətin qərarı ilə Hərbi Nazirliyin tərkibində sərhəd qoşunlarının yaradılması ölkəmizdə sərhəd mühafizəsinin əsasını qoyub. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 18 avqust sərhədçilərin peşə bayramı günü elan edilib. 2002-ci ildə Dövlət Sərhəd Xidmətinin yaradılması ilə sərhəd mühafizəsi yeni inkişaf mərhələsinə qədəm qoyub. Prezident Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazası gücləndirilib, yeni sərhəd dəstələri və zastavalar yaradılıb. Müasir texnika və texnologiyalar tətbiq olunub. Azərbaycan sərhədçiləri 44 günlük Vətən müharibəsində də böyük qəhrəmanlıq göstərərək Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad edilməsində iştirak ediblər. Bugün Dövlət Sərhəd Xidməti, dövlət sərhədlərinin etibarlı mühafizəsini təmin edən, yüksək döyüş hazırlığına və müasir texniki imkanlara malik hərbi qurum kimi fəaliyyət göstərir. 107 illik yubiley münasibəti ilə Azərbaycanın bütün sərhədçilərini təbrik edir. Vətən keşiyində dayanan hər bir hərbi qulluqçuya şərəfli xidmətində uğurlar arzulayırıq.